Azərbaycanda bu ildən kişi və qadınların pensiya yaşı bərabərləşir. 2026-cı ilin 1 iyul tarixindən etibarən qadınlar üçün pensiya yaşı 6 ay artırılaraq 65 yaşa çatdırılacaq. Bundan sonra ölkədə qadınlar üçün pensiya yaşı 65 yaş səviyyəsində sabit qalacaq. 2021-ci il iyulun 1-dən isə ölkədə kişilərin pensiya yaş həddi 65-dir. Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov təklif edir ki, bir sıra Avropa ölkələrində, eləcə də inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycana da pensiya yaşına diferensial yanaşma tətbiq olunsun. Pensiya yaşı müəyyənləşdirilən zaman yalnız kəmiyyət göstəricilərinə deyil, həm də keyfiyyət göstəricilərindən istifadə olunmasını məqsədə uyğun hesab edirik. Yəni yaşla uyğun deyil, həm də bir sıra keyfiyyət meyarlarından istifadə məqsədə uyğun olardı. Məsələn, tək qadınların daha tez pensiya çıxması məqsədə uyğundur. Eyni zamanda uşaqların sayına görə pensiya yaşının azaldılmasına baxılması məqsədə uyğun olardı. Vüqar Bayramov bildirib ki, qadınların daha tez pensiya çıxmasının təmin edilməsi ilə bağlı da təkliflər aidiyyəti üzrə təqdim edilib.